feilin təsriflənməyən formaları məsdərlər, feili sifət və feili bağlama olmaqla 3 forması var. Məsdər, feili sifət və feili bağlama olmaqla 3 forması var. Məsdərlər özü dedik ki, matematik şəkilçisi ilə düzəlir və isimlər və feillərin xüsusiyyətini daşıyır. Feili sifətlərin şəkilçilərini bilirsiniz, an, acaqması, asılmalıymış, dıqbırız mənsubiyyət. Sifət və feilin xüsusiyyətlərini daşıyır. Bugün isə biz feili bağlamaya keçirik. Feili bağlama isə zərf və yenə də feillərin xüsusiyyətini daşıyır. Hər üçün feilin xüsusiyyətini daşıyır. Amma hər üçün oxşar cəhət odur ki, digər ikinci bir fərqli intik hissəsinin, feildən fərqli intik hissəsinin xüsusiyyətini daşıyır. Feili bağlama dedik ki, həm feilin, həm zərfin xüsusiyyətlərini daşıyır. Deməli, feili bağlamanın feilə və zərfə aid olan xüsusiyyətləri. Zərfə aid xüsusiyyətlər, bir də feilə aid xüsusiyyətlər. İnşallah, zərfi öyrənəndə demişdim. Zərf hərəkətə aid nitq hissəsidir. Zərf feilə aid nitq hissəsidir. Feildən əvvəl gəlirdi, onun tərzini, zamanını, yerini, miqdarını bildirirdilər. Feili bağlamalar dilədi. Feil hərəkətə aiddir, hərəkətə aid olub və hərəkətin, baxın uşaqlar, tərzini, zamanını və kəmiyyətini bildirir. Gördünüz mü uşaqlar? Yer yazmadım. Çünki feili bağlamalar yer zərfi kimi suallarına cavab verə bilməz və hərəkətin yerini bildirə bilməz. Yalnız hərəkətin tərzini, zamanını və kəmiyyətini bildirir. Cümlədə də nitq hissəsi kimi yalnız zərflik olur. Yalnız zərflik olur. Feilat xüsusiyyətləri uşaqlar. Leksik mənaları eyni. Leksik mənaları nə deməkdir? Yəni, qaçanda da feildir, qaç da feildir. Yəni, qaçanda da, üzrüstən feil deyirəm. Qaçanda da, yəni, qaçmaq mənasında işlənir, hardansa harasa. Qaç da hardansa harasa qaçmaq. Yəni, lüğətdə mənaları eyni yazılır. Qaçmaq şəklində yazılır, mənası verilir. Lüğətdə onun mənası qaçmaq. Qaçanda sözü də lüğətdə qaçmaq şəklində verilir. Qaç sözü də lüğətdə qaçmaq şəklində verilir. Çünki onun leksik mənası eynidir. Lakin eyni olur. Qrammatik mənaları fərqli olur. Qaç sözü feildir. Qaçanda sözü feili bağlamadır. Qrammatik cəhətdən nitq hissəsini bildirir axı. Qaç sözü feildir, qaçanda sözü feili bağlamadır. Uşaqlar, təsdiq və inkarda olur. Qaçanda, qaçmayanda. Təsdiq və inkarda işlənə bilir. Digər xüsusiyyətlər feili sifətdə, məsdərdə də var idi, amma mən siz hələ onları bilmirsiniz deyə keçmədim. Yəni, təsirli, təsirsiz olur. Növ bildirir, feilin qrammatik məna növləri də olur. Ətrafına söz toplayaraq tərkib əmələ gətirdiyi kimi fikirlər var, amma onlara ehtiyac yoxdur. Əsas mənə leksik mənalarının eyni qrammatik mənaların fərqli olması, təsdiq və inkarda olması desəz, bu sizin öyrənməyiniz mənim üçün bu kifayətdir. Elə? İndi bir də nəyi bilmək lazımdır? Uşaqlar, zərflik olur feili bağlama cümlədə. Yalnız zərflik olur. Zərflik haqqında siz ikinci dərəcəli cümlə üzvüyür. Yəni, baş üzvlərimiz mübtədə xəbər, ikinci dərəcəli üzvlər təyin, tamamlıq zərflikdir. İstəyirəm burada kiçik haşiyə çıxıb. Zərfliklə
zərfi qarışdırmayasınız. Zərf bitki hissəsidir. Zərfin 4 mənə növ olurdu. Tərz hərəkət zərfləri, zaman zərfləri, yer zərfləri, kəmiyyət zərfləri. Zərflikdə isə həm tərz hərəkət var, həm zaman var, həm yer var, həm kəmiyyət var. Üstəgəl məqsəd zərfliyi var və səbəb zərfliyi var. Məqsəd və səbəb zərfliyi var. İndi fe'li bağlamalar hərəkətə aid olub. Hərəkətin tərzini, zamanını, kəmiyyətini, eyni zamanda hərəkətin səbəbini bildirə bilir. Lakin o səbəbini bildirməyi mən zərfə aid xüsusiyyətlərin altında yazmıram. Niyə? Çünki zərfdə biz səbəb zərfi deyə bir şey öyrənmirik, elə? Amma haşiyə çıxaraq deyirəm ki, fe'li bağlamanın bir xüsusiyyəti də var ki, hərəkətin səbəbini bildirir. Bu da onun zərflik olduğu üçün, səbəb zərfliyi ola bilir, yəni o demək istədik. Hərəkətin səbəbini bildirməsi xüsusiyyəti var. Aydın oldu bunlar. Yəni fe'li bağlamanın zərfə aid olan xüsusiyyətləri, eyni zamanda hərəkətdən əvvəl gəlib onun tərzini, zamanını, kəmiyyətini bilməsi, zərfli olması, fe'li aid xüsusiyyətləri var. Bir də fe'li bağlamanın digər bir xüsusiyyəti var, hərəkətin səbəbini bildirir. İndi gəlin biz fe'li bağlamanın şəkilçilərini öyrənək. Bunun şəkilçiləri biraz çoxdur. Birinci şəkilçimiz ıb, ib, ub, üb. Məsələn, Elay dərsdən gəlib yemək yedi. Burada bilirsiniz ki, fe'li bağlama hansı ola bilər? İb şəkilçisi olaraq gəlib sözüdür. Yediyə aiddir. Yedi kim? Elay. Nə vaxt, nə zaman yedi? Dərsdən gəlib. Elə zaman məzmunu bildirə bilər. Bu görünür? Görünür. Biraz çək. Elay dərsdən gəlib yemək yedi. Artıq zamanını bildirir. Elə nə vaxt, nə zaman gəlib? Bəzən də səbəb məzmunu bilər. Məsələn, Elay xəstələnib dərsə gəlmədi. Nə səbəbə gəlmədi? Xəstələnib dərsə gəlmədi. Siz mən deməyin, müəllimə, dərs sözündən əvvəl gəl, bax, orada gəl, xəstələnib sözü. Gəlmədiyə aiddir. Yəni, Elay xəstələnib gəlmədi. Nə səbəbdən gəlmədi? Qısa yazaq da. Elay xəstələnib dərsə gəlmədi. Ola bilər, burada xəstələnib sözü dərsə sözündən əvvəl gəlib. Amma gəlmədiyə aiddir. Yəni, Elay xəstələnib dərsə gəlmədi. Əslində belə də ola bilər də. Dərsə Elay xəstələnib gəlmədi. Yəni xəstələnib görürsünüzmü hərəkətdən hərəkətə aiddir, fe'lə aiddir və onun səbəbini bildirir. Nə səbəbə gəlməyib? Xəstələnib deyə elə. Deməli, ıb, ib, ub, üb fe'li bağlamadır, hərəkətə aid olur və hərəkətin bəzən zamanını, bəzən də səbəbini bildirə bilər. Hərəkətin bəzən zamanını, bəzən də səbəbini bildirə bilər. Ib, ib, ubdə haşiyə çıxar. Bu ıb, ib, ub yadınızdadır ay uşaqlar. Nəqli keçmiş zamanın, qısa yazıram, ıb, ib, ub, üb şəkilçisi var idi. Yadınızdadır? Aysa. Yadda saxlamaq lazımdır ki, ıb, ib, ub, üblə fe'li bağlamanın ikinci bir şəkilçisi araq, ərəkdir. Araq, ərək. Və bu hər iki şəkilçi, birinci və ikinci şəkilçilər sinonim şəkilçilər. O deməkdir ki, ı-bla bir kərə arağı biz əvəzləyə biliriksə, o fe'li bağlamadır. Yəni, Elay dərsdən gələrək yemək yedi. Elay xəstələnərək dərsə gəlmədi. Aydındırmı? Məzmun məna uyğun gəlir. I-bla araq sinonim olarsa,
ıb və araq sinonim olarsa feili bağlamadır. Amma uşaqlar nəqli keçmişdir və sualları da fərqlidir. Necə, nə cür, nə tərzdə və ya nə səbəbə suallarına cavab verir. Zərfliyin suallarına cavab verir feili bağlama. Lakin nəqli keçmiş zamanın birincisi şəxsə görə dəyişir. Şəxs sonluqları qəbul edir. Şəxsə görə dəyişərsə və ya onun mışla, nəqli keçmiş zamanın digər şəkilçisi ilə əvəz edə bilərsə və ya nə edib sualına cavab verirsə, özündən sonra da hətta nöqtə və işarə qoyula bilər. Amma bunlardan heç feili bağlamadan sonra heç vaxt nöqtə qoyula bilməz. Çünki o yalnız zərflidir, cümlənin xəbəri ola bilməz. O zaman artıq nəqli keçmiş zaman. Əgər belə ay sahibi, Elay dərsdən gəlib və ya gəlmiş, nə edib? Burada olsaydı, cümləmiz burada bitsəydi, olacaqdır nə? Nəqli keçmiş zaman. Amma bundan sonra hadisə davam edir, hərəkətə aid olur o söz. O zaman olur feili bağlama və Elay xəstələnib olsaydı feili bağlamadır. Amma xəstələnib dərsə gəlmədi, artıq gəlməməklə bağlayırsa, digər feilə aid olursa, bu zaman nə olur? Nəqli keçmiş zaman. Burada ıb homonimlik məsələsini yadınızda homonimdir. Yəni hər ikisi ıb, ib, eyni yazılır, eyni deyil. Fərq var. Biri nəqli keçmiş zaman şəkilçisi olur və feili bağlamanın şəkilçisi olur. Üçüncüsü, digər bir madam, demamış şəkilçiləri var ki, bu şəkilçiləri belə deyirik. Bunlar ilə bir tərkibində inkar şəkilçisi var. Tərkibində inkar şəkilçisi olan sinonim feili bağlama şəkilçiləri. Yəni həm sinonimdirlər, həm də tərkibində inkar şəkilçiləri işlənmişdir. Məsələn, deyir ki, təkrar etmədən testi yazdı. Yəni o təkrar etmədən, necə nə cür, nə tərzdə təkrar etmədən, yəni təkrar etməmiş testi yazdı elə, nə tərzdə, bu nədir? Feili bağlama ilə təkrar etmədən təkrar etməmiş. Yəni feili aid olanda və nə tərzdə sualına cavab verəndə feili bağlama olur. Burada isə ən önəmli məsələ var. Bax. İndi mən izah elədiyim yerə çox diqqətlə qulaq asın. Uşaqlar, feili sifətin ən şəkilçisi var. Oxuyan. Bura gəlin təkrar etmədən ya oxumadan yazın. Çünki izah eləmək istədiyim var. Oxumadan. Oxumamış yazın. Oxumamış test yazın, yəni oxumadan test yazın. Bunu qalsın elə. Bir də belə bir feili bağlamanın mış şəkilçisi var. Oxumuş. Yadınızdadır? Feili sifətin. Oxumuş. Uşaq. Feili sifətin. Bir də demişdik ki, feili sifəti təsdiqdə və inkarda işlədir. Yəni, oxumamış uşaq. Çox ciddi məsələdir. Bax, bu oxumamış uşaq hansı uşaq? Feili sifət belə, mış şəkilçidir, ma da inkar belə. Sabahsı gün bu mamış şəkilçisi ilə qarşı salmayın. Feili bağlamanın mamışından mışın inkarı fərqlidir. Necə fərqlidir? Bu ismə aid olur belə, amma o feili aid olur, feili bağlama və onu bir şəkilçi kimi götürəcəksiniz mamışı təhlil zamanı. Bu ma plus mış şəkilçiləridir. Və bu ismə aid olur, zaten cümlədə də təyin olur. O təyin ola bilməz, heç vaxt zərfli olacaq. Hansı sualına cavab verə bilməz feili bağlamalar. Aydındır? Başa düşdünüz, bax, incə məqamı. Yəni, buradakı mamışdan oluşu. Dördüncü şəkilçimiz zaman məzmunu bildirən anda əndə şəkilçisidir. Məsələn,
O qaçanda yıxıldı. Nə vaxt, nə zaman? Qaçanda ilə yıxıldı feili aiddir elə. Qaçanda. O gələndə, qaçanda, uçanda, baxanda, görəndə, sevəndə gözəl olur. Nə vaxt, nə zaman? Qaçanda, uçanda, gəzəndə, sevəndə elə. Anda əndə şəkilçisi ilə. Bayaq buraya yazmışdım, oxuyan. Yadınızdadır mı? Feili sifət idi elə, oxuyan. Fərz edək ki, bu feili sifət yerli çalda işləndir. Oxuyan yerli işlər necə olacaq? Oxuyanda. İndi gəl, indi görək, bu anda ilə oxuyan plus danı necə fərqləndirəcəksiniz? Cümlə düşə bilər ki, siz baxacaqsınız ki, bu feili sifətdirmi? Yoxsa feili bağlamadır mı? Həm suallara baxacaqsınız, həm məzmun. Məsələn, bir var deyərəm ki, o oxuyanda yaxşı cavab verir. Burada nədir? Nə vaxt, nə zaman yaxşı cavab verir? Oxuyanda yaxşı cavab verir. Bəli, cavab verməyə aiddir elə oxuyanda. Bir də var deyirəm ki, oxuyanda tərbiyə də olur. Yəni, oxuyanda nə deməkdir? Oxuyan uşaqda mənasında. Oxuyanda kitab var. Belə də oxuyanda kitab var. Artıq burada oxuyanda kim sualına cavab verir? Siz də bilirsiniz ki, yəni oxuyan şagirddə. Hər oxuyanda, belə yazaq da, hər oxuyanda kitab var. Yəni, hər oxuyan uşaqda, şagirddə kitab var. Artıq burada oxuyanda kim sualına cavab verəndə, sən bilməlisən ki, buradakı an feili sifətindir, da yerli hal şəkilçidir, isimləşib, ismi sualına cavab verirlər. Feili sifət isimləşə bilir də, cümlədə tamamlıq, mübtədə və sair vəzifələr bula bilirlər. Yəni, o mənalara diqqətli olarsınız, yaxşı? Yaxşı mı? İndi anda şəkilçisindən sonra növbəti şəkilçilərimizi qeyd edək. Əsasən bu yazacağım şəkilçilər zaman məzmunu bildirir. Anda, dıqda, dıqca, ınca. Bax, oxuduqda dərsi yaxşı başa düşür. Nə vaxt, nə zaman oxuduqda və ya oxuduqca daha yaxşı anlayır. Nə vaxt, nə zaman oxuduqca və ya deyir o evə gəlincə qazlar keçdi. Nə vaxt, nə zaman qapını açıb evə gəlincə və ya evə girincə. Sonra 8-ci şəkilçimiz olsun cək. 9-cu olsun alı, əli. Məsələn, onu görəli halın pisləşdi və ya onu görəcək ki, sevindir. Nə vaxt, nə zaman onu görəcək. Şöyle bir də diqqətlə şəkilçiyə baxın. 10-cu şəkilçimiz arkən. Baxarkən, görərkən. Deyir ki, mən ona baxarkən o utandı. Nə vaxt, nə zaman ona baxarkən ilə məktəbdən evə qayıdarkən qardaşımı gördüm. Nə zaman? Məktəbdən evə qayıdarkən. Deyir, məsələn, anam soruşur, bu kələni hardan almışsan? Deyirəm, məktəbdən qayıdarkən almışam. Elə, bax, bu o arkən şəkilçisi ki, bizə istifadə edir. Sonra uşaqlar, 11-ci şəkilçimiz belədir, bax. Armaz. Bunun tərkibində də madam namuş kimi inkar var. Görürsünüzmü bu şəkilçini defislə yazdım? Çünki bu şəkilçi defislə yazılan sözlərə qoşulur. Məsələn, getməz, oxuyar, oxumaz, baxar, baxmaz, gələr, gəlməz. Bu cür sözlərə nə deyirik? Feili bağlama. Ay uşaqlar.
Əgər bu bayaq uşaqlardan biri dedi, gedər gəlməz olsa feil olar. Çünki bunların kökü eyni olmalıdır. Oxu, yəni oxumaz. Gedər, getməz. Burada biri getdi, biri gəldi. Bu artıq olacaq nə? Feil. Diqqətli olarsınız elə. Gedər, gəlməz feili bağlama deyil. Nə olsun ki, armaz var. Biri getmək feilidir. Biri gəlməz. Çünki kökü fərqlidir elə. Açal. Burada diqqət. Armazdan sonra növbəti şəkilcimizi izah edirəm. 12-ci şəkilcimiz. A şəkilcisi. Və ya Ə şəkilcisi deyilir. Bu da defisdə yazıldı. Ayşələr, niyə defisdə yazıldı Ə şəkilcisi? Səbəbi nədir? Çünki, bəli, qaçar, gülər, oxuyar, devə, sevə. Bunlar oldu nə? Feili bağlama. Burada diqqətləri verirsiniz mənə. Bir qayda izah edəcəm çünki. Dedim mi? Yadınızdadırmı? Demişdik ki, təkrar olunan sözlər zərfdir. Tez, get, az, bir, iki, yaxşı, pis, cəh. Demişdik ki, bu təkrar olunan sözlər zərfdir, elə? Bu cür təkrar olunan sözlərdə əgər bu A-lar şəkilcidirsə, o feili bağlama olur. Amma uşaqlar, baxın, asta. Burada A şəkilci deyil, elə? Astaya söz yoxdur. Bu artıq nədir? Zərf. Burada da diqqət deyil. Əgər şəkilcidirsə feili bağlamadır, şəkilci deyilsə zərfdir, elə? İndi isə nə izah edirəm? Bir neçə sözlər var ki, onlarda diqqət olun. Onlardan bir neçəsini yazıram. Qoşa və ya dama, dönər. Lasırsız. Aşağılar. Bizim dilimizdə həm qoş sözü var, həm qoşa sözü var. Qoş sözü bilirsiniz ki, məsələn, hər hansı vaqonu maşına qoşmaq var, şeir qoşmaq var, elə deyilmi? Əgər kimsə şeir qoşa, şeir qoşmaqda xüsus olsa, bu Allah şəkilçi olduğu üçün feili bağlamadır. Şeir qoşa, Allah şəkilçi olduğu üçün bu feili bağlamadır, elə? Yox, hay uşaqlar, əgər olsaydı ki, damyoda ancaq qoşa gəlir və ya qoşa oturublar, Fəridlə Baharı qoşa oturublar, orada sözün kökü elə qoşadır, yanaşı mənasında, başa düşdünüz? Eyni mənasında. Ona görə bu qoşada A şəkilçisi olmadığı üçün o zaman olacaq nə? Zərf. Yəni mənasına. Dama sözünün var, deyir, atalar söz var. Dama, göl olar. Sözün kökü dammaqdır. Orada A'lar şəkilçidir. Olur feili bağlama. Dama, göl olar. Bir də başqa uşaqlar. Usta kafeli dama vurdu. Yəni bir ağ, bir qara. Başa düşdünüz? Və sifət kimdə işləndiyi var. Dama köynək, dama dəftər deyir. Riyaziyyat fərəqinizə vaxtı dama dəftər deyirlər. Belə. Dama köynəklər olur, belə. Orada təbii ki, sifət və zərf olduğu məqamlar var. Amma dammaq sözündən olsa dama göl olardı. Və ya yağışdan, evdə qışlamızdan su dama evi gölə çevirdi. Orada sözün kökü dammaq deyil, suyun dammağı deyil. O zaman artıq feili bağlanar. Dönə.
Uşaqlar, siz bilirsiniz ki, dönə sözü var, bir də var dönmək sözü var. Bir var dönmək, yəni yolu dönmək. Deyir, o yolu dönə-dönə gəldi, yəni dolana-dolana, dönə-dönə gəldi. Orada ərə feili bağlama oldu. Çünki dönmək sözündən. A var ki, dönə-dönə təkrar oxudu. Dönə-dönə təkrar, artıq burada zərfdir. Yəni, bu A şəkilçisini kifayət qədər test və çaşdırıcı suallar düşə bilər. Əgər bu A-lar şəkilçidirsə, olacaq feili bağlama. Yox, siz sözə baxın, mənasını görürsünüz. Bu A-ları, məsələn, asta-asta sözündə A şəkilçi deyil. Məsələn, qoşa-qoşa oturdu, qoşa-qoşa gəlsələr sözündə A şəkilçi deyil, qoşa ilə sözün köküdür. O zaman artıq orada bir diqqətli zərf olduğunu biləcəksiniz. Ümumiyyətlə, testlərdə ən çox zərfdən burada çaşdırırlar. Sizi çaşmayın amma. Bugünlük feili bağlama dərsimiz bu qədər.